Bismillahirrahmanirrahim və bihi nəstə'in. Əziz Peyğəmbərimiz buyurur ki, qalə Rasulullah sallallahu aleyhi və səlləm: İnnəlləhə yanzuru fi vəcihiş şeyxil mümin sabahan və məsə. Əziz Peyğəmbərimiz buyurur ki, Allah mütəal səhər axşam qoca müminin üzünə rəhmətlə nəzər salar, fəyəqul və belə deyər: Ya abdi kəbira sinnuk və daqqa azmuk və raqqa cilduk və qarubə əcəluk. Buyurur ki, ey bəndəm, yaşın artıb, sümüklərin kövrəlib, dərin nazikləşib və qarubə əcəluk. Artıq mənim yanıma gəlməyinin vaxtı çatıb, əcəlin yaxınlaşıb yəni. Və xana qudumuka aleyyə fəstəhyi minni fə ənə əstəhyi min şeybətikə ən uazzibəkə finnar. Buyurur ki, məndən utanıb həya elə. Mən sənin ağ saçlarından dolayı sənə cəhənnəm odunu əzab verməkdən həya eləyirəm. Hədisimin məzmunu budur ki, insan artıq yaş keçib, əcəl yaxınlaşıb, ölün yaxınlaşıb, zəiflənirsən. Artıq heç olmasa öz zəifliyini nəzərə alaraq günah müqabilində özü iffətini saxlayasan. Allah buyurur ki, mən həya eləyirəm, səni o şəraitə cəhənnəm oduna atam. Sən də həya elə o camalınla, o zəifliyinlə mənim müqabilində günah etməkdən utanasan, xəcalət çəkəsən. Mən səni od atmaqdan utanıram, sən də günahdan çəkin. Bu yaşda artıq vəziyyət çətinləşib, bu yaşda ölümü yaddan çıxartmayasan. Günahları müqabilində həya eləyəsən, ağ saçları və xatir həya eləyəsən. Nə də ki, mən səni od atmaqdan həya eləyirəm.